Teşekkürler. Bax, Yusuf Mustafayevlə bərabər salamlayıram Respublikamızın əməkdar artistini. İfa eləmişsən və bax, Kəmalə Günəşli də bu yaxınlarda Qurtla bərabər bir duet şəklində. Yəni sən... Burada qonaqların kimdir ümumiyyətlə? Kimləri çağırmısan bura bugün? Yox, bilirəm kimləri. Bilirəm, kimi çağırmısan bugün bura? Onlardan danışdın. Yox, bildim. Bizdən danış, niyə başqasından danışırsan? Onları çağıranda onlardan danışarsan. Yox, sənə nə oldu ki, mən burada deyirəm... Yox, bugün bizi çağırmısan da bura, düzdür? Yəqin nəsə... Yox, başa düşdüm, yəni... Niyə məhz onlarla məni bir tutursan, onların müqayisəsini Yusuf Heç mən düşünmədən onu dedim. Xeyr, onlarla bizi bir tutma, onların sırasına salma bizi. Yox, sənə nə oldu ki? Yox, sən niyə onların sırasına bizi salırsan ki? Yox, mən söz deyim, bura mənim verişimdə öz bildiyimi danışa bilərəm. Yox, gətirmə onların mövzusunu bizi, ümumiyyət adımızı bir tutma. Heç dəxli var. Kimlə səmimi danışırsan, elə mənim verişimdə özüm bilərəm. İkinci də ki, yox, mən heç düşünmədən sənə... O demək deyil. Düşünmədən mən... Sən kiminsə mövzusunu böyle atmalısan. Nə danışırsan, sən? Neysə. Mən öz qonaqlarım haqqında danışıram, özüm bilərəm. Burada olan haqqında danışıram, olmayan haqqında danışıram. Burada biz isə bizdən danışılmalıdır. Mən özüm bilərəm kimdən danışıram. Mən özüm bilərəm kimdən danışıram. Yusuf Mustafayevlə nəyə görə kimlərinsə adı bir tutulmalıdır? Yusuf Mustafayevlə müqayisə elədim mən. Eləmə, bizləri ümumiyyətlə o insanlarla müqayisə edək. Qonaqlarımı çağırsan, müqayisə elədin, söz dedin. Yox, qonaqlar çağırsan, qonaqlarla danış. Nəyə görə bura kimisə mövzusuna qatırsan? Lazım deyil. Bura mənim özüm bilərəm. Hörmət edirik, belə şey lazım deyil. Mən özüm bilərəm. Nə qədər vaxtımız qaldı? Reklamla, veriliş bitir. Sağ olun, salamat qalın, görüşərik.